bəzən görürsən o böyük adamlar, o ruhiyyəsi, zərfiyyəti, çəkisi ağır olan insanlar. Elə hər problemini elə qabağına kim gəldi, kimlə oturdu, danışmaz. Hətta qəmin, qüssənin, böyük sıxıntının içində də qarşıdakı görən narahatdır, ondan pozitiv rəftar eləyər ki, öz mənfi enerjisini ona ötürməsin, öz problemini onunla bölüşməsin. Zaten o problemini həll eləyəcək durumda deyil. Yəni, bu ona deyib, biraz da onu psixoloji əhəddən yükləmir. Əmirül-Müminin Əli əleyhissalam niyə quyu qazıb quyuya deyirdi dərdini? Neçə səbəb var idi? Məyər sual yaranır. İmam Əli əleyhissalamın çevrəsində onu dinləyən, ona qulaq asan dostları yox idi? Yox, var idi. Amma bəzi problemlər var, bilirsən ki, bu dostun da imkanında, iqtidarındadır. O sənin böyüklüyündür ki, onu ondan paylaşıb, onu yükləmirsən. Yaxşı mənada onun o psixoloji, mənəvi durumuna mənfi təsir eləmək istəmirsən. Deməyəndə də özün narahat olursan. Bir söz var elə, hey sən üç aləmi narahat eləyib. Görsən, danışanda adam biraz tox deyir. Deyir, danışıb toxtamaq, sakitləşmək istəyirsənsə, git dəniz kənarına, bir quyuya deyil, bir yerə deyil, danış. O içindəki o çıxsın, o narahatlığın da səndən geçsin. Əmirül-Müminin Əli əleyhissalam da quyuya danışardı, sözünü onlarla, insanlarla yox, gedib orada bölüşərdi. Çünki insanların çəkisi yox, tutumu yox əksəriyyətinin. Sən söz deyəndə sözüvə sahiblənə bilmir. Sözü ona əmanət eləyəndə əmanəti qoruya bilmir. Əmanətin haqqını əda eləyə bilmir. Ona görə insanlara hər söz deyilməz. Böyük insanlar da heç vaxtı elə kimlə gəldi, sözündə bölüşməz.